Bizim israf etdiyimiz nemət üçün bilirsiniz nə qədər insanlar dualar eləyirlər. Bizim israf etdiyimiz nemətlər üçün nə qədər analar var, dua eləyib Allahdan o neməti istəyirlər. Sən çörəyi evdə artıq alırsan, saxlayıb qurudursan, vallahi billahi, nə qədər balaca körpələr var, orada çörək üçün Allaha dua eləyirlər, Allahdan istəyirlər. Biz onu israf edirik. Biz israf etdiyimiz nemətə görə nə qədər evlərdə süfrə açılmır. İnşallah bugünkü cümə xutbəmiz israf etmək haqqında olacaq. Allah Teala müqəddəs Quran-ı Kərimdə Əraf surəsinin 31-ci ayəsində buyurur: Ey Adəm oğulları, məscidlərə gedərkən gözəl geyimlərinizi geyinin. Yeyin, için, lakin israf etməyin. Şübhəsiz Allah israf edənləri sevməz. Peyğəmbər və ali Peyğəmbərə sələvat zikr edək. Allahümmə səlli ələ Muhammed və ali Muhammed. İsraf sözünün lüğəvi mənası bir şeydə həddi aşmaq, ifrata yol vermək, israf, lazımsız, necə gəldi xərcləmək, bir sözlə dəyərsiz bir məqsəd üçün artıq pul xərcləmək və yaxud xərcləmədə həddi aşmaq. Deyək ki, 5 manat lazımdır bu işdə, bunun qiyməti bir 5 manatdır, mən özümdən çıxıram bir 50 manat, 100 manat xərcləyirəm bu işə. Həddimi aşıram, ifrata yol verirəm, bax, israf budur. Və hədis buyurur ki, israf bərəkətin yox olmasına gətirib çıxarır. Baxın, sizə ayə oxudum. Allah Teala ayədə demir ki, bəndə yemə, içmə. Deyir, mənim gözəl bəndəm. Sənə verdiyim ruzilərdən, halal nemətlərdən ye, iç. Orada heç bir problem yoxdur. Sənə halaldır, sənə icazəlidir. Amma israf edib həddivi aşma. Bu ruzilərdən ye, iç. Həddivi aşma. Tam doymamış o süfrədən qalx. Da üzr istəyirəm, bəzi insanlar var, boğulana kimi yemə. Normal şəraitdə. Qoy biraz gözün qalsın o süfrədə. Doymamış o süfrədən qalx. Bəzən görürsən, bir süfrədə əyləşirsən, insan övladıdır. Yiyib doyub ha. O görürsən, gözü qalıb o süfrədə. Hiss edirsən da adam balaca mədədə nə qədər yiyər. Doyubdur, gözü doymur sadəcə. Görürsən, dayanmadan elə göz oradadır, deyir, yiyim. Ondan da yiyim, biraz da yiyim. Adam övladı, doymusan, gözünü də çək də. Da çəkil. Niyə israfa yol verirsən? Niyə özünə əziyyət verirsən? Bəzən mənim ən yaralı yerimdir bu. Bu hal çox baş verir, çörəyi çox israf edirik. Allah. Görürsən, evə artıq çörək alırıq. Evdə 3 nəfər, 4 nəfər yedi də çörək, hə? Biri qaldı, qurudu. Neyin yeri onu? Bina evlərində olan binada, həyətdə görürsən, müəyyən yerlər var, da aparıb qoyuruq ora. Nə deyirik? Ehtiyac sahibi, fəqir gəlib götürüb yiyəcək. Hələ bir özümüzə bir ləzzət alırıq, fəqirə kömək elədim. Gözəl insan, fəqirə kömək eləmək istəyirsən, isti çörək yoxdur, al bir dənəsini qoyur. Get marketlə danış, deyən 4 dənə, 5 dənə, 6 dənə çörək, məsələn 3 manat, 5 manat gücüm satır. Gün ərzində ehtiyac sahiblərinə verərsən. Allah Quranda nə deyir? Deyir, sizdən nəyi qəbul edirəm mən? Sevdiyiniz şeylərdən Allah yolunda verəndə mən sizdən qəbul edirəm. Sevirsənsə quru çörəyi evində saxla da, özün yi. Açıq danışada burada bir-birimizə tərif lazım deyil ki, çoxumuz eləyək də quru çörəyi için yemir ki, demək olar. Ona görə, belə şeylər, xırda məsələdir, amma biz diqqət eləmirik. Elə ən böyük israf bizim evimizin içindədir. O çörəyi qurutmaqla israfa yol veririk. İsrafı yaradan səbəb bilirsin nədir? Hədis buyurur ki, israfı yaradan səbəb budur. Biz düşünürük ki, mənim əlimdə olan mənimdir,
İstədiyim kimi də istifadə edə bilərəm. Vəssalam. O israf buradan başlayır. Kök budur. Mənimdir. İstədiyim kimi istifadə edə bilərəm. Amma vallah, billah heç nə mənim deyil. Heç əlimdə olan nemətin heç biri mənim deyil. Düz deyən də yaşadığımız dövrdə bir dənə xüsusi mülkiyyət var, nə maşındır, evdir, sənin adı ola bilər. Müvəqqəti dünyada. Əslinə qalanda heç o da sənin deyil. Əlimizdə heç nəyimiz yoxdur. Bir dənə insan bunu anlasa, dərk eləsə ki, mənim deyə bir şey yoxdur, vallahi billahi, insan övladı israf eləməz. İnsanlara da lazımınca, dəyərincə, miqdarında yardımlar deyilər. İsraf etmək, buna diqqət elə, çox önəmli məsələdir bu. Təkcə malı necə gəldi xərcləmək deyil, ha. Pulu necə gəldi xərcləmək deyil. Allahın verdiyi neməti görməməzlikdən gəlməkdir. İsrafın elə ən böyüyü budur. Baxın, açıq danışaq, bir parça çörəkdir, görsən düşür yerə, fikir vermirik. Elə evimizdə, buradan görsən indi bu krant deyək də, su damla-damla axır. Heç narahat belə olmuruq. Görsən, neməti deyir, dəyərsiz sayanda, sən Allaha şükrü layiqincə yerinə yetirmiş olmursan. Həm israfa yol verdin, həm də dildə deyirsən, Allahım sənə çox şükür. Allah deyir, şükür o deyildi. Şükür o idi ki, yerə düşən neməti götürərdin, çörəyin qiymətini, dəyərini bilərdin. Evdə o suyun damla-damla gedirdi, onun dəyərini bilərdin. Unutmayaq, bizim israf etdiyimiz neymət üçün bilirsin, nə qədər insanlar dualar eləyirlər. Bizim israf etdiyimiz neymətlər üçün nə qədər analar var, dua eləyib Allahdan o neyməti istəyirlər. Vallahi billahi. Nə qədər ailələr həsrətdir o neymətə. Düşün, bax çörəkdən dedim, sən çörəyi evdə artıq alırsan, saxlayıb qurudursan, vallahi billahi. Nə qədər balaca körpələr var, orada çörək üçün Allaha dua eləyirlər, Allahdan istəyirlər. Biz onu israf edirik. Biz israf etdiyimiz neymətə görə nə qədər evlərdə süfrə açılmır. Amma biz buna diqqət eləmirik. Fikir vermirik. Deyir, bərəkət çoxluqda deyil, neymətin qədrini bilməməkdədir. Baxın, hədis deyir ki, nə israf elə, nə də xəsislik elə. İndi xəsisliyə də toxunacam, sonra inşallah söhbəti bitirəcəm. Deyir, nə israf elə, nə də xəsislik elə. Bunların ortasını tap. Quran ayəsi. Deyir, buna qənaət etmək deyiləcək. Allah buyurur ki, xəsis olma, israf da eləmə. Bir dənə də Furqan surəsinə bax. Deyir, onlar sərf etdikləri vaxtı nə israf eləyərlər, nə də xəsislik eləyərlər. İkisinin arasında bir dənə orta yol tutarlar. İndi biri də var, dedi, israfın əksi, xəsislik etmək. Bəzi insan fikirləşər ki, çıxdı minbərə dedi ki, israf eləmə. Qoy yığım da. Bu xəsislikdir. Bu israf da deyil. Sən artıq yığırsansa xəsislik başlayır səndə. Bax, bir tərəfdə israfdır, bir tərəfdə xəsislikdir. Sağ da uçurumdur, sol da uçurumdur. İsraf da eləsən uçuruma gedirsən, xəsislik da eləsən uçuruma gedirsən. İndi ağıllı insan burada orta yolu tutmalıdır. Allah Teala İsra surəsinin 29-cu ayəsində buyurur. Deyir, nə əldən çox bərk ol, nə də əlivi tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanacaqsan, həm də peşman olacaqsan. Həqiqətdir də. Allah Teala maddi və mənəvi nemətlərindən deyir, faydalanan insan həmin nemətlərdən bir sədəqə verməlidir. Allahın verdiyi, istifadə elədiyi nemətlər var, deyir, ondan sədəqə verməlisin. Bu dinin vacibatı var, xumusunu, zəkatını verməlisən. Allah yolunda xərcləməlisən. Bu işdə deyir, xəsislik göstərməməlisən. Birdən bu işdə deyir, xəsislik göstərsən, Allah Teala'nın ən sevmədiyi xüsusiyyət budur. Allahın verdiyi nemətdə xəsislik göstərmək. Allah bu xüsusiyyəti sevmir. Xəsis kim olur? Xəsis insan hardadır, kimdir, bax? Mala, mülkə bağlı olan insan xəsis insan olur. Mal-mülk xəstəsidir, bu dünyanın xəstəsidir. O bilirsən niyə xəsis olub? O düşünür ki, mən Allah yolunda xərcləsəm qutaracaq.
Bu düşüncə, bu da şeytani düşüncədə salıb insan içinə. Deyir, mən Allah yolunda xərcləsəm tükənəcək, qutaracaq. Sonra neyniyərəm? Bu işinə xəsislik baş verir onda. Düşünmür ki, var dövlət Allah Teala'nın biz insanlara verdiyi bir hədiyyədir. Allah bizə hədiyyə verib. Bütün nemətləri bizə hədiyyə verib. Və deyib ki, ey mənim bəndəm, bu nemətləri sənə vermişəm, öz ehtiyacın qədərini istifadə elə, ehtiyacından artıq qalanı nə israf elə, nə də xəsislik elə. Neynə? Ehtiyacı olanlara ver. O düstur, sadə bir düstur da. Allah verib. Bunu yadda saxla. Nəyimiz var Allah verib. Özü tapşırır ki, ey bəndəm, bunu sənə vermişəm, sən öz ehtiyacın qədərini istifadə elə. Bu sənin halalındır. İşi o artıq qalanlandır. Deyir, o artıq qalanda nə israf elə, nə xəsislik elə. Heç birini eləmə. Neynə? Ehtiyacı olanlara əl tut. İnsanlara yardım elə. Həzrəti Peyğəmbərdən də hədis. Deyir, səxavətli şəxs Allaha, insanlara və behişdə yaxındır. Cəhənnəmdən isə uzaqdır. Amma xəsis insan Allahdan, insanlardan və behişdən uzaqdır, cəhənnəmə isə yaxındır. Bu hədisə də qulaq as, İmam Sadiq ağandır. Deyir, əgər Allah yolunda sərf olunmuş bir malın əvəzi Allah tərəfindən veriləcəksə, xəsisliyin mənası nədir? Nə gözəl hədis idi bu. Hamımız da bilir ya, Allah yolunda eləyəcək, qat-qat Allah əvəzini verəcək. Bunu bilirsən də, bilirsən ki, Allah sənə qat-qat artığını verəcək. Xəsisliyin mənası nədir ki, bunu eləyirsən? Onu eləzlər. Çalışaq, orta yol, Quran-ı Kərimin dediyi kimi. Nə israf eləyib həddimizi aşaq, nə də xəsis olaq. Bu ikisinin arasında orta yolu tutaq.